Dərsimiz Azərbaycan fevral burjuwa inqilabı illəridir. Bildiyimiz kimi 1917-ci ildə Rusiyada dərin böhranın baş verməsi və bir növ iqtisadi geriliyi, əhalinin narazılığı Rusiyada qiyamın nəticəsində isə inqilaba səbəb olacaq ki, və bunun nəticəsində Romanovlar devriləcək. 1917-ci ildə fevralında Rusiya burjuwa inqilabı baş verdi və Rusiya burjuwa inqilabı nəticəsində Romanovlar devrilir, yerinə müvəqqəti hökumət yaranacaqdır. Bir də keçmiş Rusiya dərsində bilən təhvilləri verməmisiniz. Bir də kommunist hökumətlər yaranacaqdır, yəni təşkilatlar yaranacaqdır. İki hakimiyyət baş verəcək. Rusiyada necə fikir ayrılığı var idisə, Rusiyanın müstəmləkələri olan Azərbaycanda da eyni ilə fikir ayrılığı var idi. Əslində Rusiya fevral burjuwa inqilabı Azərbaycan Milli Demokratik Qüvvələri arasında bir ümid işığı doğuracaqdır. Və Azərbaycan fevral burjuwa inqilabı belədir. Fevral burjuwa inqilabında Azərbaycanın Rusiya daxilində illərdir, yəni illər dediyimiz 1902-3-dən bəri apardıqları savaş dediyimiz muxtariyyətin reallaşma ümidi olacaqdı artıq Azərbaycanlılar içərisində, xüsusən ziyalılar içərisində. Ona görə də artıq qeyri-qanuni hesab edilən və Rusiyanın despot rejimindən qaçan bütün partiyaların fəaliyyəti aktivləşəcək. Müvəqqəti hökumət 3 qərar verəcəkdir mart ayında. 1. Siyasi fikirlərə görə amnistiyanın verilməsi. 2. İnsanlara bərabər hüquqların verilməsi. 3. İctimai Təşkilatlar İcraya Komitəsinin yaradılması, yəni İTİK dediyimiz. 4. Azərbaycanda 1905-ci ildə bərpa olunan Qafqaz zanişinliyi əvəzinə 3 millətin təmsil olunduğu erməni, gürcü və Azərbaycanlılardan ibarət Cənubi Qafqaz, xüsusi Cənubi Qafqaz, belə deyək də, xüsusi Cənubi Qafqaz Komitəsi yaradılacaqdır. İTİK nə idi? İTİK bildiyimiz müvəqqəti hökumətin, yəni Rusiya mərkəzi hökumətinin buradakı nümayəndəsi idi. Yəni bir növ belə deyək də, Azərbaycan Respublikasının paytaxtı haradır? Bakı şəhəri. Rayonlar nədən ibarət? İcra hakimiyyətləridir. Bax, İTİK o idi, yəni. Başa düşürsünüz, icra hakimiyyəti rolunu oynuyordu. Sadəcə icra hakimiyyətindən biraz fərqli idi. İndi onu boşuna deyəcəm. İctimai Təşkilat İcra Komitəsinin tərkibində 2 Azərbaycanlı təmsil olunacaqdır. 1 Məmməd Əmir Əsədov, 2 Hacınskidir. Qalan hamısı qeyri-ruslardan, yəni ruslar, erməni, gürcülərdən ibarət idi. Bu isə onun idarə etməsini çətinləşdirirdi. Və qalanlar arasında fikir ayrılığı vardı. Mart ayı qərarları bunlar olacaqdır. İTİK, xüsusi Cənubi Komitəsi, bir də bərabər hüquqların verilməsi millətlərə. Bu dövrdə Azərbaycanda belə deyək də, Rusiyanın özündə menşeviklər və bolşeviklər var idi. Menşeviklər kimlər idi? Rusiya Respublika elan olunmasını istəyirlər və Rusiyanın demokratik respublika olmasını tələb edirdilər. Demokratiyanın tərkibində həmçinin bir növ belə deyək də, Rusiya ərazi kimi qoruyub saxlanması. Bolşeviklər kimlər idi? Müharibədən çıxmaq, aqrar məsələni həll eləmək, kəndlilərin və kasıb əhalinin mövqeyini gücləndirmək idi. Yəni onların hüquqlarını müdafiə edirlər. Ruslar Rusiyadakı eser menşevik və bolşevik bir-birinə mübarizə aparsalar da, onların bilirsiniz də partiyalar bir mərkəzdə olur, bir də onun nümayəndələri bölgələrdə olur. Azərbaycanda da onun nümayəndələri var. Onların nümayəndələri olanlar, Bakıdakı nümayəndələri isə vahid və bölünməz Rusiya ideologiyasını təmsil edir. Yəni bizimkilər deyirlər ki, 17 fevral burjuwa inqilabı oldu, monarxiya devrildi, amma bunun sizə aidiyyəti yoxdur. Siz muxtərə söhbət eləmirsiniz. Yenə Rusiyanın tərkibində qalasınız. Lakin biz bunu istəmirdik. Yəni bizim Məmməd Əmir Əsədov və onun tərəfdarları bunu istəmirdi. Buna qarşı mübarizə apardı. 1917 martında dedi bu hadisələr baş verəcək. Martında həmçinin Türk Federalistlər Partiyası yaradılacaq. Nəsib Bəyliyin rəhbərliyi altında. Bilirsiniz də Türk Federalistlər Partiyası Türk Ədəm Mərkəziyyət Partiyası idi. İttihat Partiyasından fərqli olaraq türkçülük ideologiyasına çıxış edirdi. İnsanları türkçülük ideologiyası ətrafında birləşdirdi. Qeyrət Partiyası kimi isə Azərbaycana muxtariyyətin verilməsinin tələbini irəli sürürdü. Və aprel ayına gəldiyimizdə isə Məmməd Əmir Rəsulzadə ilə Topçubaşov Qafqaz müsəlmanlarını qurultayına çağıracaqdı. Qafqaz müsəlmanlar qurultayında alınan qərarlar nələr idi? Rusiya müsəlmanlarına, o cümlədən Qafqaz müsəlmanlarına muxtariyyət verilsin. Rusiya özü demokratik respublika elan olunsun. Bir də Rusiya parlamentinə Qafqaz xalqları birgə çalışsınlar. Yəni burada məsələ burasındadır ki, belə bir şeydir. Azərbaycan özü tək başına parlamentə təmsil olsa səsi çox çıxmayacaq. Həm də kresto sayı az da xoy, bilirsiniz də 300-400 dövlət olmasında kresto sayı az idi. Amma Qafqazda bütün nə qədər müsəlmanlar varsa, onlar səs vermədə iştirak edəsələr, onda artıq onları
kresloda sayı, parlamentdə sayı çox olacaq. Bu isə onların hüquqlarının müdafiəsi demək. 17-nin mayında, görürsünüz sıra nedir? Mayda Rusiya müsəlman qurultayı keçiriləcəkdir. Yenə də Rusiyadakı müsəlman qurultayları keçirilməsi 1917-nin 1905-6 ilə oxşar cəhət verirsiniz və yenə də apreldə olduğu kimi Rusiyanın daxilində müsəlmanlara muxtəlif verilsin və həmçinin yenə Rusiya Federativ Respublika elan olsun. 17-nin iyununda müsavatla Türk Federalistlər Partiyası birləşəcək. Eyni ideologiyadan çıxış elədikləri üçün bu partiya birləşir ki, Qafqazda bir növ belə deyək də sürətli şəkildə təşkilatlansınlar. Amma Cənubi Qafqazda Azərbaycan istisna olmaqla erməni cüzlər daha çox sürətli şəkildə təşkilatlanır. Azərbaycanla isə sürətli təşkilatlanması çətinləşir. Bunun birinci səbəbi bölgələrdəki olan feodalların, yəni qolçomaqların və din xadimlərinin buna mane olması. İkinci səbəbi isə Azərbaycandakı savadsızlıq buna imkan verir. Yəni biz məsələn Azərbaycan sadə cəmaatına gedib deyəndə ki, çar devrilib deyəcək, vay çar devrilib, evimiz yıxıldı. Başa düşdünüz nə deməkdir? Ali təhsil o qədər yoxdur ki deyə, təhsil yoxdur deyə çarın devrilməsini faciə hesab edir. Amma savadlı biri, Azərbaycan gələcəyini düşünən aydınlar isə çar Rusiyasının devrilməsini böyük bir fürsət hesab edirlər. Ona görə də yəni daha çox bu idi məsələ. 1917-nin sentyabrında Bakı Sovetinə, Bakı Soveti dövlət orqanıdır. Bakı şəhərin idarə etməsində bir növ yaradılan təşkilat idi. Bakı Sovetinə seçkilər keçiriləcək. Seçkilər nəticəsində Azərbaycan xalqı normal olaraq Müsavat Partiyasına səs verəcək. Lakin bu vaxt Müsavatla bərabər kommunistlər də iştirak elədiyi üçün seçkilərdə və Müsavata yaxın səs qazandıqları üçün müsavatçılar deyir ki, biz vətən xainlərlə burada içərilənə Nərimanov da var idi, Əlidə Qarayev da var idi, Məhəmmədsən Hacıski də var idi. Biz vətən xainlərlə işləmək istəmirik və vətən xainlərlə işləmək istəmədiyimiz üçün biz Bakı Sovetini tərk edirik. Və Bakı Sovetinin idarəsi tamamilə müsavatçılar geri çəkildiyi üçün hamısı keçib kommunistlərə. Və müsavatın oktyabrda iclası keçiriləcəkdir. İlk iclası, bayaqlar partiya dərsində keçdim 17 oktyabrında. İlk iclasına görə 8 saatlıq iş günü barışıq komissiyaları aqrar məsələnin həlli ilə bağlı kəndlərə qərarlar veriləcək. 1917-ci ildə bu hadisələr baş verəcək. Bu dövrdə keçək, indi noyabr, dekabr ayına keçəndə onu danışacağıq. 1917-ci ildə biz dedik ki, Xüsusi Cənubi Qafqaz Komitəsi yaradılacaq. Azərbaycanlılardan Xüsusi Cənubi Qafqaz Komitəsində Məmməd Yusif Cəfərov təmsil olunur. Cəfərov təmsil olunacaq. Cəfərovun təmsil olunmasıdır ki, Cəfərov təmsil olunacaqdır. 4-cü Dövlət Dumasının katibidir. Ümumiyyətlə 4-cü Dövlət Dumasına kimlər seçilmişsə onlar təmsil olunur. Xüsusi Cənubi Qafqaz Komitəsi 1917-nin oktyabrında Rusiyada çevriliş baş verir. Bu çevrilişdə bolşeviklər hakimiyyətə gəlir. Bunlar isə yaradan kim idi? Müvəqqəti hökumət idi. Müvəqqəti hökumətin tərəfində olduğu üçün fəaliyyətini dayandıracaq və yerinə sadəcə ad dəyişir, tərkib heç nə dəyişmir. Xüsusi Cənubi Qafqaz Komissarlığı yaranacaq. Yenə Xüsusi Cənubi Qafqaz Komissarlığının tərkibi Azərbaycanlı, erməni və gürcülərdən ibarət olacaq. Yəni hər üçündən ibarət olacaq. Xüsusi Cənubi Qafqaz Komitəsi münasibətləri qaydaya salmaq üçün 1917-ci ilin dekabrın 5-də Osmanlı ilə Ərzincan müqaviləsi imzalanır. Öz başını imzalanır. Ərzincan sülhünə görə Anadoluda hərbi əməliyyatlar dayandırılır, Rus qoşunları geri çəkiləcəkdir və Osmanlı münasibətlə nizamlanacaq. Xüsusi Cənubi Qafqaz Komitəsi, lakin 1918-in yanvarında Leninin Rusiyada parlamenti qovmasına əlaqədar olaraq bu hərəkətin antidemokratik fəaliyyət olduğunu iddia eləyərək 18-in yanvarında Xüsusi Cənubi Qafqaz Komitəsi özünü buraxır, yəni istefa edir. Zaqafqaziya Seymi yaranır. Uşaqlar, Seym sözünün mənası Polşada qanunverici parlamentin adı deməkdir. Seym sözü, güya ki biz Rusiyadan ayrı bir şeyik. Yenə tərkibi Azərbaycan, erməni və gürcülərdən ibarət idi. Azərbaycanlılardan isə burada 44 belə deyək də deputat seçilmişdi, burada təmsil olundu və Rəsulzada rəhbər idi. Xüsusi Cənubi Qafqaz Seymində. Bildiyiniz kimi 1918 yanvarında Rusiyada kommunistlər gəlir hakimiyyətə.
martında Rusiyada Brest-Litovski müqaviləsində Osmanlı və mərkəz dövlətləri müqavilə bağlayıb müharibədən çıxır. Kommunistlər çıxır. Brest-Litovskidə nə dedik? Dedik Qars, Ərdahan, Batum keçir kimə? Osmanlıya. Amma Seymə bu sərf eləmir. Çünki Qarsda ermənilər özlərinə dövlət yaratmaq istəyirlər. Batumdakı Gürcüstan torpağıdır. Gürcülər deyir, mənim torpağımı ne verirsən ki? Başa düşdünüz? Və Seymə etiraz edir. Brest-Litovski etiraz edir. Osmanlı isə deyir ki, mən bu etirazı saymıram. Siz kimsiz etiraz edirsiniz? Əgər nəsə bir problem varsa, yəni probleminiz varsa, gəlin bunu bir ortaq masa ətrafında söhbət edin. Və 1918-in martında Trabzon konfransı çağırılacaq. Trabzon konfransında Osmanlı tələb irəli sürdü ki, Seym birinci öz müstəqilliyini elan eləsin, bir dövlət kimi ondan söhbət eləmək üçün. İkinci də ki, Brest-Litovski şərtlərini tanısın, Qars, Ərdahan, Batum dərhal boşasın. Erməni Gürcülər deyir ki, yox, biz bununla razılaşamırıq, geririk savaşa. Azərbaycan tərəfi deyir ki, mən heç bir tərəflə savaşmayacağam, yəni Osmanlı savaşa bilmərəm, müsəlmanıq və mən bu məsələdə bir tərəfim. Və 18 martından aprelinə kimi Osmanlı ilə Seym arasında döyüş baş verir. Aprelin 22-sində Osmanlı qələbə qazanıb Batuma daxil olur və Batuma daxil olaraq Seymi bura çağırır, Batum konfransını çağırır. Və burada Batumda Osmanlı Brest-Litovski şərtlərinə görə Qars, Ərdahan, Batumun Osmanlıya verilməsini, Seymin özünü müstəqil elan etməsi, hətta müharibəyə görə, ona dəymiş hissəyə görə təzminat verilməsini və əlavə ərazilər tələb edəcək. Beləliklə, Cənubi Qafqaz Seymi özünü Cənubi Qafqaz Federativ Respublikası elan eləyəcək. Bu elanı təqribən 1918-in, yəni bu Cənubi Qafqaz Seymi mayın 26-sına qədər, Gürcüstan Seymindən çıxana qədər bir növ təmsil olunacaqdır. Bu da sizin 18-17 fevral